Sara xanım salam. Oy salam. Praktika necə keçir? Əla, bomba çox şey öyrənirəm. Əla, hər şey çox qəşəngdir. Çünki heç öyrənə bilməyəcəyimiz təcrübəni hal-hazırda indi öyrəndik. Biz hal-hazırda 2-ci kursuq. Normalda praktikaya 4-cü kursa falan gedirlər. Amma indi gəlməyimiz bizim çox yaxşı oldu. Çünki gözlə görülüb sonradan dərsdə onu keçməyimiz daha yaxşıdır. Ümumiyyətlə çox yaxşı keçir. Bir çox şey öyrəndim. Demək olar ki, inşaatı gördüm. Əsas məqsədlərimdən biri o idi ki, ona çatdım. Əla keçdi müəllimlə. Xoş, səmimi bir söhbət apararaq öyrəndik nələrsə memarlıqla bağlı. Tam olaraq nələr öyrəndiniz bu gün? Yəni hardan başlayım? Mən bu qrupdan deyiləm də, mən sıfırdan başlayıram, onu bilirsiniz. Yəni ömrümdə eşitmədiyim sözləri eşitdim. Məsələn, evi remont eləyəndə bunu kəsib ora antipas vurmaq lazımdır. Mən remont eləsəm onu birbaşa istifadə eləyəsiydim də, yəni. Çox şey öyrəndim, çox xoşuma gəldi, çox əyləncəli keçir. Əladır. Bu gün daha çox sütunların qoyulmasını müəllim hər şey demək olar bizə izah elədi. Onun üçün də əla keçir praktika. Bugün praktikada apolovka, armatur hörgüsünü, sonra çılpaq beton konstruksiyasını, otaqların bölgüsünü, bir də şaxtaların yerləşdirilməsini. Betonun tökülmə qaydasını, hansı ki, kolonları necə qoyurlar. Mən bilmirdim ki, məsələn, birinci yağlanır, sonra qəlibə tökülür. Onu bilmirdim, öyrəndim. Konstruksiyaları daha real gördüm. Praktikanı bəyəndiniz? Çox bəyəndim. Aha, bəli, çox. Bəli, çox bəyəndim. Ha, bəli.